Hər birinizi salamlayıram. Bugün çox önəmli mövzulardan bir mövzuya toxunmaq istərdim. Oyuncaqlar barəsində danışmaq istərdim. Biz oyuncaq seçərkən nələrə diqqət etməliyik və oyuncaqları övladımız üçün necə seçməliyik? Biz oyuncaq seçərkən ilk öncə uşaqların yaş xüsusiyyətlərinə nəzarət etməliyik ki, yaş xüsusiyyətlərinə uyğun oyuncaqlar alaq. Hər bir yaş dövrünün özünə uyğun oyuncaqlar seçimi vardır ki, hansı ki kiçik yaşlarda daha çox interaktiv oyunlardır, öyrədici kartlardır, öyrədici oyuncaqlardır. Bunlardan istifadə edərik. Məsələn, yaş xüsusiyyətləri dedikdə nə nəzərdə tuturuq? Kiçik yaşlı uşaqlarda əsasən biz meyvələrdir, tərəvəzlərdir, nəqliyyat növləridir. Adətən məsələn oyuncaqlar alınarkən valideynlər düşünməyərək övladları üçün bunu alırlar. Məsləhətim ondan ibarət olar ki, maşın alıramsa, təyyarə alıramsa və yaxud da ki, digər nəqliyyat növü alıramsa, bunu mütləq, məsələn, niyyət övladımın nəqliyyat növləri ilə tanış etməkdən ibarət olur. Məsələn, hava nəqliyyatı ilə, su nəqliyyatı ilə və yaxud da ki, yerüstü və ya yeraltı nəqliyyatla tanış edirəmsə, bunda uşağın öyrənməsi daha rahat olur. Və yaxud, məsələn, meyvəli və tərəvəzlərlə tanış etmək istəyirəmsə, meyvə tərəvəz alanda məqsədimiz meyvə tərəvəzlərindən uşaqları tanış etməkdən ibarət olur. Mütləq burada bir məqsəd olur. Eyni zamanda əmək alətləridir, iş alətləridir. Çox əfsuslar olur ki, son zamanlar uşaqların psixologiyasına mənfi təsir göstərən oyuncaqlar var mağazalarımızda və valideynlər bunu övladları üçün alır. Labubu üzərindən danışmaq istərdim, Huggy-Wuggy-ni demək istərdim ki, hansı ki bunlar uşaqların psixoloji durumuna çox mənfi təsir göstərir. Oyuncaqların məqsədi məhz sadəcə oyuncaq deyil, öyrədici bir xarakteri var. Hətta biz bəzən valideynlərə məsləhət görürük ki, oyuncaqla oynamağı övladlarınızı öyrətməlisiniz. Məktəbə qədər təhsil müəssisəsi üzərindən də danışmaq istərdim ki, oyuncaqlarla oynamağı övladlarınıza və tərbiyəçilər də, bağçada müəllimlər öyrətməlidirlər uşaqlarına. Bəzən oyuncaqlar uşaqlara nə üçün verilir ki, uşaqlar sadəcə sakit dayansınlar və yaxud bağça üzərindən danışmaq istərdim ki, müəllimələr oyuncaqları uşaqlara verir, tərbiyəçilər və uşaqlar sərbəst şəkildə oyuncaqlarla oynayırlar. Burada öyrədici bir xarakter olmalıdır. Oyuncağın mütləq bir məqsədi var. Sadəcə bu məqsəd həyata keçirilirmi? İstəyir valideynlər olsun, istəyir tərbiyəçilər olsun, bəzən bu, belə deyim də, siyasətdən istifadə etmirlər. O mağazalara gedəndə bəzən valideynlərin üzləşdiyi problemi olur ki, uşağın bu oyuncağı istəyir, bəs mən nə üçün onun üçün almayım? Bu zaman biz uşağa izah etməyə çalışarıq ki, bu oyuncaq sənin yaş xüsusiyyətinə uyğun deyil və yaxud digər alternativ variant tapa bilərik və alternativ variantı təklif edə bilərik. İlk öncə dominant ocaq yaratmalıyıq ki, digəri daha maraqlıdır, daha əyləncəlidir. Bunda uşağa seçim imkanı veririk. Eyni zamanda oyuncaqlarla oynamaq uşaqların təxəyyülünü inkişaf etdirir. Uşaqlar oyuncaqlarla oynarkən müxtəlif oyunlar oynayırlar. Eyni zamanda nitqləri, təxəyyülləri inkişaf etmiş olur. Və oyuncaqların bir siyahısı olmalıdır. İstəyir valideynlərdə, istəyir tədris müəssisələri rəhbərlərində ki, mən hansı oyuncaqları övladıma almalıyam. Əmək alətlərində biz uşaqlara əməyi sevdiririk. Nəqliyyat vasitələridir, meyvələrdir, tərəvəzlərdir. Bunları seçərkən uşağın akademik biliklərini artırmış oluruq və mütləq oyuncaqlarla oynamaq zamanı olmalıdır. Tədris mərkəzi üzərlərində 30 dəqiqə zaman verilə bilər ki, uşaqlar oyuncaqlarla oynasın. Çünki uşaqları tək başına oyuncaqlarla uzun müddət qoyarsa valideynlər oynamağa, bu zaman uşaqlarda nitq inkişafı problemi yarana bilər, özünə qapanmalar ola bilər. Bəzən uşaqlar sadəcə özləri ilə qaldıqları üçün burada inkişaf ləngiməsinə belə gətirib çıxara bilir. Oyuncağı oynarkən uşağa məsələn bu almadır, alma qırmızı rəngdədir, mütləq inteqrasiyalar etməliyik. Burada neçə meyvə var, alma meyvədirmi, tərəvəzdirmi? Amma bu cür edirikmi bugün, hörmətli valideynlər? Çox əfsuslar olsun ki, etmirik. Demirəm, uşaqları ilə məşğul olub, oyuncaqlarla düzgün qaydada oynamağı öyrədən valideynlərimiz var, amma çox az saydadır. Mütləq inteqrasiyalar olmalıdır ki, burada məqsəd olmalıdır. Nəqliyyat növlərini övladıma tanış edirəmsə, bu maşındır, maşının 4 təkəri var. Mən bu zaman riyaziyyata inteqrasiya etmiş oluram. Və yaxud maşının pəncərələri, aynaları 4 bucağa oxşuyur, işıqları 3 bucağa oxşuyur və yaxud da ki, dairəyə oxşuyur. Bu zaman mən övladımı eyni zamanda akademik biliklərini inkişaf etdirmiş oluram. Mütləq ki, biz uşaqlarımızı oyuncaq oynadarkən
bir məqsədimiz olmalıdır. Və oyuncaqlar siyahısına nəqliyyat növləridir, meyvələrdir, tərəvəzlərdir, əmək alətləridir. Sonra peşələri öyrədərkən peşələrə uyğun oyuncaqlar almalıyıq. 0-3 aralığında əsasən uşaqların inkişaf etdirmək üçün piramidalardır, müxtəlif puzzlelardır. 3-6 yaşında isə daha çox öyrədici, sensor-motor bacarıqlarını inkişaf edən oyuncaqlardan istifadə etməliyik. Bu, uşaqların inkişafı üçün çox önəmlidir. Kənardan bizə sadəcə oyuncaq kimi görünən bu əşyalar uşağın əslində inkişafının, sürətli inkişafını təmin etmək üçün çox önəmlidir. Sizə də məsləhət görərəm ki, hörmətli valideynlər, oyuncaq seçərkən çox diqqətli olun və mütləq bir oyuncaq listəniz olsun ki, mən hansı oyuncaqlardan istifadə edəcək övladım və bu oyuncaqları nə üçün övladım üçün alıram.